sualın özəti doğru deyil, səhvdir. Yəni Türkiyə Azərbaycan üçün elə bir ölkədir ki, heç bir ölkə onunla müqayisə olunmaz. Yəni Türkiyə və yaxud da başqa ölkə ilə seçim demək bu artıq doğru deyil, səhvdir. Necə ki, eynən bir Türkiyədə belə bir sual versə, Türkiyə neynəsin Azərbaycanla və başqa bir ölkə ilə seçim etsə neynəsin? Necə bizim bu xoş gəlməz? Necə yəni Azərbaycan seçimi mövzusudur Türkiyə üçün? Eynən də hər bir Türkiyənin də bu sual xoşuna gəlmir. Bizdə deyirlər ki, İsrail məsələlərində seçim Türkün yanında. Təbii ki, çünki biz özümüz də Türkük və biz 2 milyarda və yaxud da dronlara, xaroplara mövqeyimizi, qardaşlarımızı tərk edən türklərdən deyilik. Əgər əksinə olsa, onda o 2 milyarda Yunan Kiprində səfirlik açanlarla eyni səviyyədə olaraq, eyni olan səviyyəsinə düşərik. Allah qorusun, ümid edirəm ki, nə dövlət səviyyəsində, nə xalq səviyyəsində o səviyyəyə düşən deyilik.